Xətai rayonu Xudu Məmmədov 19 ünvanında liftin tez-tez xarab olması bir yana, içərisi də yararsız vəziyyətdədir. Sakinlər deyir ki, biraz yağış yağan kimi lift ümumiyyətlə işləmir. Köhnədir, tez-tez xarab olur. Lift arasından gəlib düzəldirlər, amma buradan düzəldirlər, oradan gedirlər, heç o yerinə çatmamış lift xarab olur. Yağış yağdı, külək əsdi, dayanır. Dayanan kimi də düzdür. Haqqdır ki, gəlirlər. Deyim ki, liftlər gəlib buradan düzəldi, elə gedir, çatır. Mən onlara zəng eləyəndə deyirəm, utanıram sən zəng eləməkdən. Vallahi utanırım. Deyir, nə oldu? Deyir, gəlib bax ustalar. Deyirəm, ustalar getdi lift yandı. Aşağıdakı liftləri dəyişdilər. Mən orada liftlərə soruşanda dedilər, növbə sizindir. Sakinlər deyir ki, liftin qapısı da təhlükəli vəziyyətdədir. Liftə minib düşəndə ehtiyat edirlər. Zəng vururam idarədə, işçini göndərirlər, işçi gəlir düzəldir, gedir 5 dəqiqə sonra yenə xarab olur. Liftdə laxlayır. Mən hər dəfə o liftə minəndə qorxuram ki, nəsə bir qəza baş verəcək. Liftin knopkaları işləmir, ondan sonra tez-tez xarab olur, qapı xarabdır. Özü gəl qaça-qaça giririk, əlimizdə elə bir arada qalır. Bakı Lift İdarəsindən isə bildirildi ki, lift hazırda işlək vəziyyətdədir. Liftin tez-tez xarab olmasının səbəbi mühərrik hissəsinə yağış sularının düşməsidir. Hal-hazırda 141 liftin Bakı üzrə quraşdırılması həyata keçirilir. Növbəti mərhələdə həmin lift yenisi ilə əvəz olunacaq.